Salam, hörmətli izləyicilər. Bugün sizə EMAŞEM-dən maraqlı bir sual izah etmək istəyirəm. Tez və sürətli necə etmək olar, onu göstərəcəm burada sizə. Cədvələ əsasən uyğun variantı müəyyən edin. Əgər sizə əvvəlki videolarımızda da demişdik ki, uyğun variantı isə doğru olanları seçməliyik. Yəni xanaya uyğun doğru olanları. Kökü say olan eyni köklü sözlərdir. Deməli bizə lazımdır həm eyni köklü olsun, həm də kökü say olsun. Kökü say olanları ümumiyyətlə ayıraq. 1. Azlıq, azlığın azalmaq. Burada azlığın sözü kökü feil olduğu üçün 1-i çıxırıq. Bu 1-lər avtomatik çıxsaq, artıq bizim hələ bir cavabımız qalır. Cavabımız olur C bəndi. Amma yenə də bir-bir baxaq cavabları. Birlik birinci birdən 2-dən. Birlik düzdür eyni köklü. Birinci sözü ilə eyni köklü olsa da birdən-birə mürəkkəbdir. Biz demişdik ki, eyni köklü sözlər bir kökdən, eyni bir kökdən yaranan düzəltmə sözlərdir. Ona görə 2-ni də çıxırıq. 3. Çoxlu, çoxalmaq, çoxdankı. Bəli, hər birinin kökü çox sayıdır. Bu da doğrudur. Yəni 3 doğrudur. Leksik amonim ola bilsə də, qrammatik amonim ola bilməyən sayılardır. Əvvəlcə uşaqlar biz ayıraq bu leksik amonim nədir, qrammatik amonim nədir? Leksik amonim o amonimə deyirlər ki, orada yalnız əsas nitq hissəli amonimdir. Qrammatik amonimdə isə həm əsas və köməkçi nitq hissəsi ola bilər, həm də iki köməkçi nitq hissəsi ola bilər. Deməli, leksik amonim olsun deyir, yəni əsas nitq hissələr olsun. Çox sözü düzdür. Zərf və say olsa da bu söz amonim götürülmür. Bu bir qaydadır. Ona görə 4-ə çıxırıq. 5. Min sözü bəli leksik amonimdir. Həm saydır, həm də minmək feil. 5-i götürürük. 50 sözü də yenə leksik amonimdir. Həm var 50 ayaqlı sifət mənasında, həm də 50 say mənasında. Cavabımız oldu 3, 5, 6 C bəndi.